Salam dostlar, hər vaxtınız xeyir olsun. Dostlar, əgər diqqət edərsəz, Azərbaycanın şəhərlərində, Zəncanda, Təbrizdə, Qəzvində, Urmuda, Ərdəbildə gündə ittihad gedir bir dana milli fəalın övünə, övün təftiş eləyir, özün istəyir sıxma boğmaya basır. Bu milli fəalların işi nə mənədir? Böyük işləri ki görürlər, budur ki, Instagramda bir dana post qoyurlar ki, məsələn, etirazı postudur. Yaxşı, da yox, böyük cürmləri budur. Yaxşı, Muz adında Niruları İran içində gündə birini təhdid edir. Gündə birini terrorlar təhdid edir. Birini gedir övün patladır, gedir həkirin vurur övün patladır. Gündə nədir deyirlər? Bir dana təxribat apar İran içində. İran'da ittihat orqanları Muzadın İran içindədirlər. Onlarla işləri yoxdur. Kapanmırlar. Gəlirlər 2 dana bədbəxt milli fəallar ki, gördüyü işləri zindanlıqlarında budur ki, Instagramda bir dana post paylaşırlar. Gəlirlər onlara tuturlar, ya övlərinə hücuma var olurlar. Hədə nə iş görürsünüz siz? Özünüz bilirsiniz. Siz de oradan ittihat məmursunuz. Nə oynancığısınız? Ama başarmısınız, millətə gəlin deyil. Deyin, ha başarmırıq, gəlirik sizin yaxadan yapışırıq. Onda bizə deyərik, hə, ay balam, bunlar bətər olurlar. Gördüyünüz iş budur. Bax, ağ çəkində 2 dana bədbəxt milli fəaldan ki, həm sizin haqqınızdan difa edir, həm özünkindən difa edir. Niyə bə gəlirsiniz özü yaxsız olaraq? Niyə onlardan həm çəkmirsiniz?